Bu gün idarəetmədən danışmaq istəyirəm. Çünki istənilən müəssisənin və qurumun inkişafında ən önəmli məsələ idarəetmədir. Əgər idarəetmə düzdürsə, orada perspektiv və inkişaf olacaq. Mənə görə idarəetmənin müxtəlif yolları var, müxtəlif üsulları var, müxtəlif formaları var. Amma mənə görə əsasən idarəetmə iki yerə bölünür, iki əsas təməl hissəyə bölünür. Biri lider idarəetməsi, biri də menecer idarəetməsi. Birincilər liderlərdir, ikincilər idarəçilərdir, menecerlərdir. Bunların hər birinin özünə məxsus üstünlükləri var və özünə məxsus mənfi cəhətləri var. İlk öncə mən lider idarəetmə sistemindən danışmaq istəyirəm. Lider idarəetmə sistemində əməkdaşlar, ümumiyyətlə əməkdaşlar şirkətdə iki cür olur. Bir qrup əməkdaşlar var ki, onlar potensialların üstünə çıxmaq istəyirlər, özlərini inkişaf elətdirmək istəyirlər və şirkətə dəyər qazandırmaq və inkişaf elətdirmək istəyirlər. Digər qrup əməkdaşlar isə özlərinin inkişafı onları bir o qədər də düşündürmür və dolayı yolla müəssisənin inkişafı onlar üçün də maraqlı olmur. Lider idarəetmə sistemində birincilər, yəni potensialı və perspektivli əməkdaşlar, istəkli əməkdaşlar lider idarəetmə sistemi ilə öz potensiallarının üzərinə çıxırlar. Yəni bir müəssisədəki rəhbər liderdirsə, oradakı potensiallı əməkdaşlar öz potensiallarının üstünə çıxacaqlar, özlərini inkişaf elətdirəcəklər və gələcəyin liderlərinə çevriləcəklər və eyni zamanda şirkəti də inkişaf etdirmiş olacaqlar. Amma lider idarəetmə sistemində digər əməkdaşlar, yəni özlərini inkişaf elətdirmək istəməyən və müəssisəyə dəyər qatmaq istəməyən əməkdaşlar isə lider idarəetmə sistemi onlar üçün komfortlu zona yaradır və onlar öz işlərinin öhdəsindən gəlməmək və öz işlərini görməmək imkanı əldə edir. Çünki lider menecerlər qədər sərt deyil, onlar daha çox qaydalarla yox, ruhlandırmaqla iş prosesini aparır. Lider idarəetmə sisteminin müsbət cəhəti odur ki, yaxşı əməkdaşlar özlərini daha yaxşı versiyasını yaradırlar və şirkəti daha irəli aparırlar. Yaxşı olmayan əməkdaşlar da şirkətə zərər vururlar, özlərini də inkişafdan saxlayaraq şirkətə zərər vururlar və liderin onlarla bağlı ciddi riskləri və təsir imkanları adətən az olur. Çünki onun iş prinsipində bu olmur. Menecer idarəetməsinə, yəni idarəçilərdə isə müsbət cəhəti odur ki, yaxşı olmayan əməkdaşlar özlərinə komfort zona tapa bilmir və öz işləri nədirsə mütləq şəkildə onu görmək məcburiyyətində qalırlar. Yaxşı əməkdaşlar isə motivasiyaları zəif olur. Onlar da öz görməli olduqları işi görürlər və daha yaxşısını, öz potensiallarını inkişaf etdirmək və şirkətə daha yaxşı xidmət göstərmək və şirkəti daha irəli aparmaq üçün xüsusi səy göstərtmirlər. Çünki onların rəhbərləri lider yox, menecer və idarəçi olur. Beləliklə, hər iki idarəetmə sisteminin özünə məxsus müsbət və mənfi tərəfləri var. Bunun ortasını hər kəs düşünür ki, onda elə ən yaxşı şey odur ki, ortasını tapmaq. Adətən bu ortanı tapmaq çox çətin olur. Çünki hər birinin yaratdığı mühit fərqli olur. Ortanı tapmaq istəyən lider bəzən menecerə çevrilir. Bu mənada hər iki idarəetmə sisteminin özünün müsbət və mənfi xüsusiyyətləri var. Burada əsas məsələ əməkdaşların bu prosesdə göstərdiyi performansdır. Uzun müzakirədir bu. Daha dəqiq demək olmaz ki, hansı idarəetmə sistemi daha effektivdir. Amma bu şəxsə və şirkətə görə dəyişə bilər, əməkdaşlara görə dəyişə bilər. Əgər bir şirkətin əməkdaşları daha çox təşkil olunubsa peşəkar kadrlardan, orada lider idarəetmə sistemi daha yaxşıdır. Amma bir şirkətin əməkdaş heyəti daha çox yaxşı olmayan əməkdaşlardan ibarətdirsə, məncə burada ən uyğun sistem elə menecer idarəetmə sistemidir.